özümüzdən uzaqlaşdırmalıyıq. Birinci, dünyaya bağlılığın birinci əlaməti insanın mal, mülk əlindən gedərkən qəzəblənməsi, amma namazını qəzaya verərkən qəzəblənməməsi. Bir dənə meyar yadda saxlayabilirim. Mən məsələn, cibimdən 100 manatım, 200 manatım düşüb, itib. Və yaxud bir şeydə, bir ticarətdə ziyan eləmişəm, müəyyən məbləğ itirmişəm. Bir də sübh namazımı qəzaya vermişəm. Hansı daha çox məni narahat edir? Bu birinci bir sual verədi özümüzə. Görəsən, sübh namazımın qəzaya getməsi 100 manat itirdiyim qədər məni narahat edir. Və yaxud yox, 100 manat itirəndə mən səhərdən axşama kimi af, yata bilmirəm, amma sübh namazını qəzaya gedəndə elə bil ki, heç bir şey olmuyor. Amma bu gözəl bir meyyardır, bundan özümüzü yoxlayır. Namaz qəzaya gedəndə narahat olurum ondan. Pul itirən qədər namaza görə də mən narahat